Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizə Pirşağı qəsəbəsində çimərliyə çox yaxın məsafədə şəxsi tikili 4 otaqlı əşyaları ilə birlikdə satışa çıxan belə bir gözəl həyət evimizi təqdim edəcəm. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Az öncə də qeyd elədiyim kimi Pirşağıda çimərliyə yaxın məsafədədir. Ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən 5-6 daş kürsüdə tikilib. Evin padvalına da girişi var. Çardağına isə giriş evin içərisindən yerləşdirilib. Evin heç bir zabora bitişi yoxdur. Zaborlarından məsafəsi saxlanılaraq tikilib. Həyətində həyət üçün nəzərdə tutulmuş sanitar qovşaq, əlavə bir otaqlı kladovkası, yəni əldamı var. Və bir dənə otağı var. Hazırda ora yay mətbəxi kimi istifadə olunub. Amma kim istəyərsə, buranı əlavə obyekt kimi də istifadə edə bilər. Çöl tərəfindən əlavə xodu var. Balaca görsənməyinə baxmayın, çöl tərəfdən böyük otaqdır. Evin həyəti tamit daşlarından döşənilib. Həyətinə bir neçə maşın rahatlıqla daxil ola bilər. Mərkəzi kanalizasiya sistemi var. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaclarının hər biri var. İndi isə keçid edək, evin içi ilə də sizi tanış edim. Evin ümumi sahəsi 110 kvadrat metrdir. Bir də belə göstərim həyət yanı sahəsini sizə. Hər tərəfi də yaşayış olan yerdir. Pirşağıda dənizə yaxın bağ evi axtaranlar buyurub yaxınlaşıb evinizi əldə edə bilərsiniz. Həqiqətən də gözəl bir evdir. Dəhlizə daxil olduqda solda gəlir geniş bir qonaq otağı. Dəyərli izləyicilərimiz, otağın birini sizə açıb göstərə bilməyəcəm. İnşallah ki, evə baxanda özünüz də şahid olasınız. Orada bəzi şəxsi əşyalar olduğuna görə otaqda yəni heç bir problem yoxdur. Tam təmirli, hazır vəziyyətdə. Əşyalara görə oranı göstərə bilmirəm sizə. Bu otağı göstərəcəm. Digər otağın ölçüsü hələ bəlkə bundan da böyükdür. Evimizin qiyməti, üzr istəyirəm, yenə yadımdan çıxdı. Qiyməti sizə biraz gec qeyd elədim. Evin qiyməti 82.000 manatla satışa çıxıb. Həmişə olduğu kimi real alıcılarımıza, bizim səhifədən gələn müştərilərə evin sahibi tərəfindən xüsusi endirim olunur. Evin sənədi də bələdiyyə sənədidir. Burada da yerləşir həm evin mətbəxi, həm də əlavə yenə bir otağı var. Bir daha qeyd edirəm ki, düzdür, çox əşya dolu deyil. Cüzi əşyalar var ki, satış zamanında onlar da qiymətin içində evə daxildə qalacaq. Videomuz bitdi. Sonda qısa məlumatı bir daha təkrar edim. Pirşağıda çimərliyə yaxın 3 sotun içində 4 otaq, 110 kvadrat, qaz, su, işıq, kommunallar var. Mərkəzi kanalizasiya sistemi var. Əşyalı satılır, sənədi bələdiyyə sənədi, qiyməti 82.000 manat. Əlavə də nə sualınız olarsa, buyurun zəng edin, məlumat alın. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı halal edin.